Hazırda İtaliyanın 130'a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Bunu Prezident İlham Əliyev, İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib. Yeni əməkdaşlıq sahəmiz olan hərbi texniki əməkdaşlıq ümidvericidir. Bu barədə də bugün danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti Bakıda açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsir olacaq, töhfəsi olacaq. Bizə verilən məlumata görə artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər olacaq, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. Bundan başqa Prezident İlham Əliyev, İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə mətbuata bəyanatlar zamanı yeni əməkdaşlıq fürsətləri barədə müzakirələr aparıblar. Bu layihələrin icrasında